ziyarətgaha gəlmişik də, yəni Mir Mövsüm ağa ziyarətgahına gəlmişik. Ramazan ayında gərək çalışasan ki, belə yerlərə gələsən, Allah dua eləyəsən ki biz. Görsən nə gözəl yerdir. Çok güzel yerdi. İçərisi də lap gözəldir elə. Birinci içeri giriyor ondan sonra görək güzelliği. Ada sən elə bil ki gözəl. Uşaq vaxtı da gəlmisən də bura. Uşaq vaxtı? Dəfə uşaq vaxtında gəlmişdik. Görsən. Görsən nə qəşəngdir. Bax, bir də yaradır məscid. Amin. Şu burada ziyarətgahı buradır. Və burada ayaqqabılarımızı gəl burada çıxardaq. Çək çalaq. Yoxdur. Mənə də gəlir təzgin. İndi elə bir kiramız bizi içəridə çəkiliş eləməyə qoymadılar da, olmaz da. İndi olmaz, deməli olmaz da, heç nə olmaz. Amma içərisi, yuxarısı çox möhtəşəmdir, çox gözəldir. Dostlar, burada gələrsiniz, buradakı Allahın dostuna da öz Ziyarət edirsiniz. ziyarətə də, Allah. dilimdə qalır. Maşallah. Sevirsən də sən bu pişikləri, heyvanları. Hara getdin bir dənə pişik dostunu tapırsan. Bayım, mən pişiklərlə, heyvanlarla, hamısından. Amma tək ki Allah görür də. Вот o, Allah'a şükür. Aferin sana ki 20 günde oruç tutursan. Yani Ramazan girəndən maşallah. Yani tam orucunu tutursan, aferin sana oğlum. Allah sana duaları eşitsin. Amin. Burada yayda çok isti olur diyorlar. Görsən belə şey Burada da düzəldirlər ki. ölülər gəzir də, hə? Deyə qoyublar ki, burada şey olsun da, dincəlsin. Ölülər deyirəm, Allah. ruhları da. Olur. Məncə olur, məncə gerçəkdir. Amma bilmirsən də Biz gəlmişik Hacı Zeynal Abidini ziyarət eləməyə. Hacı Zeynal Abidin çox böyük şəxsiyyət olub da. Yəni o bizim üçün çox yaxşı işlər görüb insanlıq üçün, Azərbaycan üçün. Ona görə də bax gəlib onun elə bil ki ziyarət eləmək lazımdır da. Çox böyük xeyriyyətçi olub. Yəni məktəblər tikdirib, nə qədər insanlara köməklik eləyib, su çəkdirib. Çox böyük işlər görüb. Görsən. Bax Ramizim. Bütün obaran dövlətin milləti təsəvvür edir. Həm də yerinə və bunun ətrafı olub küçük yaxın. Allah kişi sən rəhmət eləsin. Görsən burada elə bir ki o Hacı Zeynal Abidin onun orada büstüdür də, heykəlidir. Burada görsən qəbra
burada elə bir ki, bu axund olub da. Hacı da, Hacı Zeynal abidin istəyib ki, onun yanında dəfn olunsun. Ona görə də bax, burada da Hacı Zeynal abidini də bax burada dəfn eləyiblər. Görsən, yazıb üstündə. Bax. Görsən? Bax, elə bir ki, bu hacının qəbir daşıdır da. Bu da bax, Sara xanım. Bu da nəvəsi, qızı. Hacı Zeynal abidin Tağıyevin qızı. Orada da bu da qızı, görsən? Bunlar, Ramiz, çox zəngin olub da, çox zəngin olub. Həddən oldu, ən zəngin insanlardan olub. Amma görsən, sonra Rus hökuməti gəlib, Ruslar. Hər şeyini alıblar da bundan. Bildin? Hər şeyini alıblar. Xoşuma gəlir bura. Bax, burada görsən məscid də var. Burada görsən məscid də var. Görsən, cəmaət gəlir burada dua eləyir, ziyarət eləyir. Sən belə yerlərə gəlməyi sevirsən? Allah yerləridir də, evləridir ya. Bax belə. İndi də yavaş-yavaş artıq gedərik. Gedək bir dənə də ondan Ramiz, gedək bir dənə də dua eləyək. Görək burada mənzərə necədir? Ha. Burada elə bir ki, Pirəsən məscidi deyirlər də, bura ziyarətgahı. Görsən nə yaxşı yerdir Ramiz. Yəni gəlirəm. Mənzərə, buradakı. Deyək ki, buradakı mənzərə yaxşıdır, amma görürsən ki, hamısı şeydə belə evlər var da, amma dağlı yerlərdə bizim ölkə. Ora dənizimizdir, ha. Bilirəm. Amma əslində bizim dağlı şeylərimiz yoxdur, nə deyirlər, şəhərlərimiz. Orada daha yaxşı mənzərə var. Ha, təbiətin orası da var da. İndi bu burada olub da. Bu burada olub, sonra cəmaət burada artıq indi evlər də tikib, təzə evlər var burada, köhnədən evlər var. Görsən orada sökülmüş evlər də var hətta. Görsən. Məsəl üçün, buradan biraz sökülmüş evlər də var. Orada bax, dəniz oradadır. Dənizimiz Mərdəkan gözəl yerdir də. Necə deyirsən, xoşuma gəlir buralar. Görsən bax. Bura hara oldu? Hacı Zeynal abidinin ziyarətgahı da, yəni belə məzarı, eyni zamanda Pirəsən ziyarətgahı. Çox belə sakit yerdir. Sağollaşırsan, soyuqdur da, yavaş-yavaş gedək. Sağ olun dostlar. Hadi sağ olun dostlar. Yaxşı gününüz olsun.